Her şey güzeldir hayatta. Sen bu güzelliği anlaya, duya. Sözləri Arif Abdullazadəyə, musiqisi bəstəkar Cavanşir Quliyeva məxsus olan Hər şey gözəldir həyatda mahnısının yaranma tarixçəsi bir teatr tamaşası ilə bağlıdır. Söhbət 1982-ci ildə Şəki teatrında səhnəyə qoyulan Evlərin Axşamları tamaşasından gedir. Tamaşanın rejissoru Cavanşir Quliyevdən mahnını oxumaq üçün ifaçılar seçməsini xahiş edir. Teatr tamaşalarında uzun hissəli mahnı oxunmadığına görə sözü gedən musiqi 2 hissədən ibarət oxunur. Rejissor mənə demişdi ki, mahnını elə adamlar oxusunlar ki, səsləri tanınmasın. Yəni, güya aktyorlar oxuyur elə ki, tamaşaçı tanımasın səsini. Brilliant hələ heç səhnəyə çıxmamışdı o vaxtı. Yeni tanış olmuşdum Brilliantla. Akif İslamzadə səhnədə artıq var idi, amma o qədər də hələ yayılmamışdı səsi. Çox adam eşitməmişdi. Ona görə də rejissorun istəyi ilə onları dəvət elədim. Beləliklə, mahnı teatr tamaşasında oxunur və o zamanlar öz intibah dövrünü yaşayan Şəki teatrının tamaşalarına gedənlər bu mahnı orada ilk dəfə dinləmək fürsəti qazanırlar. Lakin əsərin müstəqil həyat qazanması Azərbaycan televiziyasının adı ilə bağlıdır. Bir dəfə yaşayırıq, hərəmiz bircədə. 1985-ci ildə Azərbaycan televiziyası mənim mahnılarımdan ibarət konsert çəkməyi qərar verdi. Konserti də o zamanki musiqi redaksiyasının baş rejissoru olan Ramiz Həsənoğlu çəkirdi. 50 dəqiqə vaxt vermişdilər. Vaxt qaldı biraz. 4-5 dəqiqə vaxt qaldı. Mahnılar da bitdi. Rejissor dedi ki, bəs mahnı gətir. Biz o dəqiqələri doldurmalıyıq. Dedim ki, yoxdur mahnıda, qutardı. Sovet vaxtı da elə idi ki, əgər verilişin vaxtı 50 dəqiqə idisə, mütləq 50 dəqiqə olmalıydı. Nə 49 ola bilməzdi, nə 51. Özünün yadına düşdü birdən ki, bəs mən Şəki teatrında bir tamaşada eşitmişdim mahnılar, onlardan birini gəl çəkək. Kim məni gördüsə, o mahnını tərifləyirdi ki, nə gözəl mahnı, nə gözəl mahnı. Əvvəl elə bilirdim ki, məni ələ salırlar. Sonralar Cavanşir müəllim mahnını yeni versiyada hazırlamaq qərarına gəlir. Lakin eyni ifaçılara birgə oxumaq qismət olmur. Mənim də niyyətim var idi ki, mahnını bir də yazam onların ifasında. Çünki teatr versiyasında orkestr çox kiçikdir. 3 nəfər musiqiçi var orada. Biri mənəm, fortepianoda çalırdım. Biri deməli bas gitara idi, biri də zərb alətləri idi. Arada da başında biraz saksofon biraz çalırdı. Və salım 3-4 nəfər. Elə oldu ki, Akif xəstələndi. Səs getdi. Mən də başqası ilə onu yazmaq istəmədim. Brilliant xanım da elə özü indiyə qədər də məclislərdə oxuyur. Arada bir klip çəkdi Brilliant xanım. Akif İslamzadə oxumadı, amma oturdu o klipdə elə sadəcə özünü göstərdilər. Bəlkə də bu yaxınlarda onu biz təzdən yeni müğənnilərinə yazdıq. Yəni oğlan ifaçı məlumdur, amma bir neçə qız ifaçı namizəd var, belə deyək. Təəccüblüdür ki, 43 yaşı olan mahnıya bugünə qədər çox az sayda ifaçı müraciət edib. Lakin ümid edirik ki, mahnı yeni aranjmanda və yeni ifaçılarla geniş auditoriyaya təqdim edildikdən sonra ikinci baharını yaşayacaq. Gülnar Elqarqızı, Elnur Şəfibəyli, Telesəhər. Bir dəfə yaşayırıq.